20-ci suala baxaq. Deməli 20-ci sualda bizdən yenə doğru variant istəyir. Deyir ki, baxmayaraq ki, yollar buzlu və təhlükəli idi, Əli istəyir valideynlərini kənddə gedib baş çəkə bildi. Deməli, keçmiş zaman göstəricisi olduğuna görə həzə atırıq. Gedə bilmədi deyir. Burada ziddiyyət var. Təbii ki də gedə bildi. İnkarları çıxırıq. Əlisdən sonra da variable yox, could olmalıdır. 21-ci testə baxırıq. Bizdən düzgün sual cümləsini istəyir. How often do you travel? Bir doğrudur. Sual sözü, köməkçi feil. Vendən sonra köməkçi feili yazmayıb. 3 doğrudur. Köməkçi feilimizi yazmışıq. What time-dan sonra do you wake up olmalıdır. 1 ilə 3C variantı. 22-yə baxırıq. 22-də yenə bizdən doğru variant istəyir. Düzgün variantımız Bakı variantıdır. Bad Gönçədir. 1-ə B. Treasure xərclinədir. Collection. Honestdə düzgünlük doğruçuluqdur. İndi mətndə fikir verməliyik. Mətndə deməli oyma, cızma bundan söhbət gedir. Diqqətli olmalıyıq. Deməli mətndə deyir ki, cave paintings, some of the earliest forms of human expressions are found in various parts of the world. These paintings, which may date back to prehistoric times, were created using natural pigments and depicted animals, hunting scenes, and abstract symbols. They provide invaluable insight into the lives and beliefs of our ancient ancestors. Deyir ki, mağara rəsmləri insan ifadəsinin, yəni insan yaradıcısının ən qədim formalarından biridir və dünyanın müxtəlif yerlərini tapmaq olar. Bu rəsmlər tarixdən əvvəlki dövrlərə aid olub, təbii pigmentlərdən istifadə olunub bu rəsmlərdə, eləcə də heyvan şəkli, ov səhnələri, abstrakt simvollar təsvir olunub. Onlar qədim əcdadlarımızın deməli həyat və inancları barədə qiymətli məlumatlar təqdim ediblər. The Lascaux Cave in France is one of the most famous sites for prehistoric cave paintings. Deməli, Fransada yerləşən Lascaux mağarası tarixdən əvvəlki mağara rəsmlərinin ən məşhur yerlərindən biridir. Discovered in 1940, the cave contains over 300 paintings and 1,500 engravings. The artists use the natural contours of the cave walls to give their creations a three-dimensional effect. The Lascaux paintings primarily feature large animals such as horses, deers, bulls, which were the primary prey for the prehistoric inhabitants of the area. Deməli, 1940-cı ildə kəşf edilən bu mağarada 600-dən çox rəsm, 1500 oyma var. Sənətkarlar mağaranın təbii konturlarını istifadə ediblər. 3 ölçülü effektlər var bu təsvirlərdə. Hətta rəsmlərdə atlar, marallar, öküzlər və s. Bunlar ki, həmin ərazidə yaşayan insanlar üçün ov heyvanları olublar. 3-cü başlıqda da deyir ki, mağara rəsmləri yalnız Avropada tapılmayıb. İndoneziyada yerləşən Sulawesi adasında 40 minindən çox yaşı olan mağara rəsmləri var. Bu rəsmlərdə yerli heyvanların və əl izləri təsvir olunub. Bu kəşf insan iradəsinin yalnız Avropadakı erkən insanlarla məhdudlaşmadığını göstərirdi. İndi bizə 23-də bizdən ümumi anlam soruşur. Ümumi anlam nədir? Deyir ki, mətn əsasən nədən bəhs edir? Mətn əsasən təbii ki də C variantından bəhs edir. Mağara rəsmlərinin əhəmiyyəti. Bəli, C variantı doğrudur. A variantında Lascaux mağarasının kəşfi, B variantında oyma rənglərində texnikalardan istifadə, yəni tək onlardan deyil, ümumi anlam olaraq biz mətnə mağara rəsmlərinin, belə deyək, tapıntıda, yəni mağaradakı əl işlərinin əsas, yəni mənbəyindən gedir söhbət. 24-də baxırıq. 24-də bizdən istəyir ki, düzgün variantı seçək. Hansı variant düzgündür? 24-də düzgün olan variantımız 2 və 3-dür. Deməli, təbii pigmentlərdən istifadə, bir də 40 minin yaşının olması Lascaux mağarasının. Deməli, 4-də deyir ki, mağara yalnız Avropada tapılıb. 1-də də deyir ki, pigmentlərin, əslində burada 1 də doğrudur. 3 dənə olmalıdır. 1, elə bil 2, 3 olmalıydı. 25-ə baxırıq. 25-də bizdən
düzgün variant istəyir. Last of Paints'ində qeyri-adi nə var idi? Yəni o əl işlərində qeyri-adi nə var idi? Yəni rəsmlərini unikallaşdıran nə idi? Qeyri-adilik. Onda da 2-3 variantını seçirik. C variantı. Deməli, qələmişə salaq. Burada 2-3. Burada da C variantı 2-3. Deməli, 3 təsirli effekt, bir də ov səhnələrinin orada canlandırılması. Bir də deyir təbii pigmentlər yox. 4-də deyir ki, 1940-cı ildə onun kəşfi yox. 26-cı suala baxırıq. 26-cı sualda da yenə bizdən düzgün variant istəyir. Bir də deyir ki, 40 min ildən yaş azdır. Yox, təbii ki də çox idi. Yalnız Avropada tapılıb. Yox. Deməli, burada bizə əslində 26-da Y variantını verib. 40 min ildən yaşı az ola bilməz axı onun. Orada Avropada tapılmağı, o Sulavesi adasındakini deyirsə 1-3-5 doğrudur. Sırf o addadan gedirik söhbət. Oradakı oyma, cızma əl işlərindən gedirsə, bəli 1-3-5 doğru variantdır.